Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz inamsevərlər. Allahın mübarək ayı, müqəddəs Ramazanın 6-cı günündə iftara doğru ilahi təslimiyyətimlə, qəlbimdən süzülüb gələn ən səmimi dualarımla belə dua edirəm. Allah Taala hər kəsin oruç və namazlarını qəbul etsin. Allah Taala oruç tutmayan, namaz qılmayan, bu ayda Quran-ı Kərimin nazil olduğuna hörmət göstərən, rəğbət bəsləyən, paylaşan, yardımlaşan, müqəddəs şəhid doğmalarının qapılarını açan, qəhrəman qazilərimizi ziyarət edən, haqq sahiblərini anan, bütün soydaşlarımızın da Allah Taala etdiklərini ibadət qismində öz dərgahında qəbul etsin. Allah Taala oruç tutmayanlara da sağlam canla oruç ibadətini həyata keçirmək üçün xeyirli fürsət ehsan etsin. Bəli, Ramazanın ağışında, Ramazanın sehrində yenə də qonaqlarımla iftara doğru sizlərə xidmət üçün gəldik. Allahın izni Azərbaycan dövlətinin himayəsi ilə. Əziz qonaqlarım, mənim çox dəyər verdiyim və hər zaman könlümdə, qəlbimdə yeri olan, Allahına, dininə bağlı olan, həm mədəniyyət sahəsində, həm də öz əxlaqı ilə nümunəyə çevrilən, özünün bir sözü var, hər zaman mənə deyir, ancaq mən onu ona söyləmək istəyirəm. Gəncliyindən ağsaqqal statusu ilə tanınan, hörmət edilən, milli vətənpərvərlik ruhuna gənclərimizin köklənməsində xidmətdə rol alan Respublikanın əməkdar artisti, niyə əməkdar deyirəm? Respublikanın, xalqın sənətkarı Cabir Abdullayev. Cabir qardaşım, xoş gəldiniz. Xoş gördük ağa. Əvvəla Allaha şükür eləyirəm ki, bir ildən sonra yenə də görüşdük bu gözəl Ramazan ayında. Bu ayda elə bayrama qarışıb, həm Novruz bayramı, həm bizim Ramazan bayram mən deyərdim bu. Elə hər günü hər günü bayramdır. Həqiqətən çox belə sizin verilişə gələndə həmin məsuliyyətli, həm adicə mən evdə oturub sizin verilişə də belə seyr eləyəndə, izləyəndə orada da adam az qalır ki, özün yığışdırsın. O qədər sambal var ki. Allah razı olsun. Dediyiniz sözlər ağa, onun 100 dəfə də artığı sizə layiqdir. Allah razı olsun. Mən də sizi neçə illərdir tanıyıram və Space kanalının rəhbərliyinə təşəkkürümü bildirirəm ki, bu illərim studiyamızı biraz da böyütmüşük. Daha yaraşıqlı, bəli. Daha yaraşıqlı, daha gözəl və qonaqlarınızı salamlayıram. Aleyküm əssalam, Allah razı olsun. Həqiqətən çox böyük fəxr eləyirəm ki, yəni bilirsiniz ki, verilişlər çoxdur, çox çağırırlar, amma hər verilişə də getmək olmur. Allah razı olsun. Amma sizin bu verilişiniz o qədər gözəl bir verilişdir ki, həqiqətən mən yenə də sizə Allahdan can sağlığı arzulayıram. Cümləmizə təşəkkür edirəm. Ailənizə Allahdan can sağlığı arzulayıram ki, hər il elə siz Ramazan ayında, bu ayda o qədər bir qeyri-adi bir veriliş alınır ki, mən hər dəfə də oturub sizi seyr eləyirəm. Təşəkkür edirəm. Və fəxr eləyirəm ki, doğrudan da Azərbaycanımızda sizin kimi Allah'ını sevən, əsl Azərbaycanlı, əsl belə, nə bilim, o köhnə bizim dədə-babalarımıza aid olan o insanlıq, o nə bilim şəxsiyyət sizdə var. Təşəkkür edirəm. Allah utandırmasın, özünüzü görürsünüz. Televiziya tamaşaçılarını da salamlayıram bir daha. Allah həmişə günlərini xoş eləsin. Amin. Amin. Bu ayda doğrudan da oruç tutmaq özü bir böyük, həmi bir savabdır, həmi insan o qədər təmizlənir. Mən yenə də Allahdan can sağlığı arzulayıram. Təşəkkür edirəm. Gözəl sözlərinizə görə, qəlbə fərəh verən dualarınıza görə minnətdaram. Mən İbrahim müəllimi niyə öncədən təqdim etmədim? İbrahim müəllim İnam komandasının demək olar ki, öncül üzvlərindən, ilklərindəndir.
dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun sayılı alimlərindən və Hacı Cavad məscidinin imamı. Mən bir neçə Azərbaycanda ilahiyyatçılar ki var, Azərbaycanın dini mühitində, xüsusi olaraq Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri içərisində onları heç İlahiyyat İnstitutunun müəllimi, məscidin imamı olanlar, onları o cür təqdim etməyə o qədər ehtiyac yoxdur. Niyə? Adı belə bəs edər Azərbaycanın dini camiyyəsinə, Azərbaycanda mənəvi dəyərlərin, vəhdətin, bilik və bərabərliyin topluma, cəmiyyətə daha doğru və düzgün çatdırılması yolunda Şam kimi əriyən, mən həm də onları elə dövlət adamı sayıram. Çünki bu dövlətçilik üçün Şam kimi əriyən həqiqi mənəviyyat adamlardır. İbrahim Quliyev, İbrahim müəllim, gecə bilmirsiniz, Kövsər müəllimdir, siz Vüqar müəllim, Mirniyaz müəllim, gündüz bilmirsiniz. Biz sizinlə bərabərik. Söylüyorsunuz. Hoş geldiniz. Teşekkür ederim. Çok üzr istəyirəm. Bugün bircə saat yatıb İbrahim müəllim. Bircə saat. Çünki imsaka doğru da buradaydı. Sonra məsciddə, sonra İlahiyyat İnstitutunda, indi isə İnamın işığında. Buyurun. Teşekkür edirəm bir daha. Mən də hörmətli qonaqlarımızı, xüsusilə Cabir müəllimi salamlayıram və Cabir müəllimin bayaqdan bəri dediyi bütün sözlərinə qoşuluram. Allah razı olsun. Həm təbriklərinə, həm də inam verilişi haqqında dediyi sözlərə. Həqiqətən də bura bir ocaqdır. Qur'an-ı Kərim oxunur, din, Qur'an, Peyğəmbərimizin sünnəsi buradan milyonlara təbliğ olunur. Bu, dərk edən insanlar üçün sözün həqiqi mənasında böyük bir ilahi nemətdir. Bu nemətin də başında siz dayanırsınız, sizin komandanız dayanır. Mən də öz növbəmdə həm sizə, həm Space kanalının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Hörmətli tamaşaçılarımızı salamlayıram. Uca Allah bu ayda bütün etdiyimiz əməlləri mübarək eləsin, öz dərgahında qəbul eləsin. Teşekkür ederim. Allah bu yolda bizi utandırmasın. Allah bu yolda İnam komandasını utandırmasın. Dinimiz ve dövlətimiz adına bu mücadeləni Allah bizim üçün o zaman mübarək qərar verdi ki, bu dəyərlərin ən böyük təminatçısı Qarabağ xilaskarı İlham Əliyev cənablarının özünün olmasıdır. Ona görə mən də bu təşəkkürləri, bu duaları qalib sərkərdəmizə yönəldirəm. Şəcərəsi bəlli, Əhl-i Beyt mənsub olaraq. Minnətdarım. Əmrahı artıq Cabir müəllim, bütün Azərbaycan xalqı tanıyır. Azərbaycandan kənarda, Quran yarışmalarında İlahiyyat İnstitutunun vəsiləsilə Malaziyada oldun, eləmi? Quran yarışmasında iştirak edib. İnamda keçən ildə, bu ildə gecələri burada qalır. Gündüzləri bizimlə olur. Sualların sosial şəbəkələrdən cavablandırılmasında artıq o ilahiyyatçıdır və imtahanı da keçib imam olaraq gənc milli kadrdır, milli şura bağlıdır. İnanıram ki, yaxın aylarda da Bakının ən möhtəşəm məscidlərindən birində dinimiz və dövlətimiz adına, din və dövlət münasibətlərinin möhkəmlənməsi adına mücadeləsini davam etdirəcək. Bunu haqq etdiyinə adım kimi əminəm. Əmrah, bəli deyən dillər var olsun. Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, o Ağa Kərim kişini unutmayaq. Yeni vəfat edib atası mübarək o şəxsiyyəti. Mənim əziz qardaşım. O mənə həmişə əmoğlu deyərdi. Ruhuna salam olsun. Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, 1-ci Qarabağ müharibəsinin şəhidləri, antiterror tədbirləri zamanı şəhid olan 20 yanvar, Xocalı şəhidləri, bütövlükdə Azərbaycan dövlətçiliyin bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz ruhları üçün ulu öndərimiz, ümummilli liderimiz, Azərbaycanda mənəvi dəyərlərin, mədəni irsimizin, elə Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş ümummilli liderimiz Heydər Əliyev cənablarının da ayrıca əziz ruhu üçün niyyət edəcəksən. Bir də bu an səmimiyyətlə etdiyimiz dualara, ixlasla, ilahi təqva ilə diləklərimizə amin deyən inananların da vəfat etmişlərin əziz ruhunu anaq ki, onlar da haradasa tanımadıkları mollalara aparıb pul verib deməsinlər, ocaqdan gedənlərimizə Quran oxu. Hədəf bəlli, yol bəlli, Allah bu hədəfdən, bu yoldan bizləri ayırmasın. Sözün var mı? Xeyr Seydim, icazənizlə oxumağa başlayardım. İcazəni müəllimindən al. Əuzu billahi minəşşeytanirracim.
Bismillahirrahmanirrahim. آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما اكتسبت ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا ولا تحمل علينا إصرا كما حملته على الذين من قبلنا ربنا ولا تحملنا ما لا طاقة لنا به واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Əmrah, Allah səsinə, nəfəsinə, elminə, ədəbinə güc versin. Maşallah, nə etdin bugün yenə? Artıq yüz minlərin könül dünyasına necə müdaxilə edirsənsə, tam məsuliyyətlə deyərik ki, milyonların qəlbini fəth etdin. Allah səsinə, nəfəsinə, elminə güc versin. Allah şəhidlərimizi, ulu öndərimizi, haqq sahiblərini xəbərdar etsin. Amin inşallah. Allah Teala ölkəmizdə Quranı susturmasın, əzanı susturmasın, bayrağımızı indirməsin
dövlətimizin birlik və bərabərliyini, vəhdətini imanın nuru ilə daha da nurlandırsın, daha da gücləndirsin. Təşəkkür edirəm, Allah razı var olsun. olasan. Sağ olun, çox sağ olun. Bu arada bunu da xüsusi qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə, fərqli sosial şəbəkələrdə canlı yayımdayıq. İnamın YouTube kanalında izlənirik. Hər bir kəsə, oradan bizi izləyənlərə də salam və dualarımı və ehtiramımı bildirirəm. Allah hər birinizin oruç və namazlarınızı əksikləri ilə belə qəbul eləsin. Sponsora keçid edək, sonra rahat vaxtımız var. Olar mı İbrahim müəllim? Bəli, buyurun. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Təşəkkür edirəm. Sponsorlarımızın hər birinə minnətdaram. Allah ruzilərini xeyirlisi ilə bol qərar versin. İbrahim müəllim, bəlkə sualı belə ünvanlayaq. Peyğəmbərimizin öz dövründə canımız fəda olsun, orucu necə açardı? İbadətlərinə daha çox vaxt ayırar, insanların problemləri ilə, çətinlikləri ilə daha çox məşğul olardı. Və hətta qonşuları hər gün iftara və ya imsaqda nə yeyəcəkləri ilə bağlı onlarla maraqlanar, onlara suallar ünvanlayardı. Və bütün Ramazan boyu məsciddə, Məscid-i Nəbəvidə moizələr edər, insanları Ramazanın, orucluğun mahiyyəti, onun ilahi dəyəri haqqında maarifləndirmə işi ilə daha ciddi məşğul olardı. Mükəmməl bir cavab. Ona görə sevilirsiniz. Nağıllara dayanmır. Elmi, nəzəri, bütün görüşlərin belə təqdir edəcəyi bir mesaj oldu. Və bizim üçün də, bugün də, İslam dünyası üçün də bu mesaj keçərlidir və tutarlıdır. Təşəkkür edirəm. Cabir müəllim, necə keçir orucluq? Yaxşı keçir. Doğrudan da çox belə həqiqətən, yəni başqa vaxtı, yəni o biri məsələn aylarda deyirəm ki, bəlkə də yəni istəsən də bu aydakı kimi Bu ayın mühiti fərqlidir, atmosferi fərqlidir. Amma inanın ki, mən belə oruc gedirəm instituta da, dərsimlə də məşğul olunam. Allah kömək olsun. Yəni Allah Taala adama belə necə kömək eləyir, nə bilim, bu ayın doğrudan da bərəkəti çox böyükdür. Həmi, nə bilim, adicə o süfrədə oturanda da tam başqa bir elə bir ki, dad olur, tam olur. Yəni biz həmişə məclisdə də oluruq, yəni istər ailədə də, evdə də, amma inanın ki, bu ayın bu bərəkəti, bu ayın nə bilim belə möcüzədir də Allah tərəfindən həqiqətən. Mən hər kəsə, bütün yaxınlarıma da məsələn mən onu demək istəyirəm ki, əgər imkanları varsa onlar oruç tutsunlar. Doğrudan da insanın çox təmizdir. Doğrudur. Çox elə bir ki, özündən asılı olmayaraq bir ilahi qüvvə elə bir ki, səni idarə eləyir. Fakt elədir. Yəni başqa bir vaxtı insan belədir ki, insan səhv eləyə bilər həyatda.
Yəni ideal insan biz belə deyirik ki, belə doğru dildə Qul desək. xətasız olmaz bəli. Amma bu ay elə bir aydır ki, burada nə bilim belə yolunu əstəğfurullah azan insanı da Allah Taala öz yoluna Hidayət salır yoluna ki, yönəldir. bununla get. Mən məsələn yaxın dostlarıma da ərkim çatan yaxınlarıma da deyirəm ki, oruç tutun. Çünki illər öncə həqiqətən mən düzünü deyim. Mənim ətrafımda məsələn dostlarım oruç tutanda mən biraz düzün deyirəm. Yəni mən xoşlayıram, yəni səmimi insanam, özün də bilirsən. Elədir. Deyirdim nətər bunlar, yəni belə bu qədər ac qalma, yəni su içmirsən, yəni amma indi görürəm ki, elə mən o illərimi itirmişəm. Əhsən. Hə, o illərimi itirmişəm. Yenə gec deyil. Hə, yəni həqiqətən də Allah hamını belə qəlbinə o düzgünlüyü salsın. Amin. Amin. Adicə mən bilsiniz nə fikirləşirəm? Space kanalında artıq neçə illərdir məclislərə gəlirik. Burada çox məclislər olub. Amma siz inanın ki, bu veriliş var. Bu kanala ruzi, bərəkət, nə bilim, dua gətirir. Allah razı olsun. Əksəm, mən Vado müəllimə çox sağ ol demək istəyirəm. Allah razı olsun. Həqiqətən. Allah razı olsun. Yəni sizə həqiqətən bu şəraiti vermək, o deməkdir, milyonların sevincini qazanmaq deməkdir. Elədir. Bu kanal ona görə tam fərqli. Bərəkətlənəcək. Mən bilirsiniz, hər dəfə bunu söyləyirəm. Ölkədə mənəvi dəyərlərin ən böyük təminatçısı Qarabağ xilaskarı İlham Əliyev cənabları özüdür. Və onun mənəvi dəyərlərə göstərdiyi dəstək 100 illər sonra da unudulmayacaq. Çox təəssüflər olsun ki, bu dəyərlərə prezidentin apardığı bu uğurlu mənəvi dəyərlərlə bağlı siyasətinə könüldən dəstək verənləri bəzən az görürük. Xüsusi olaraq dini mühitdə. Bunu tam cəsarətlə söyləyirəm. Amma Space televiziyası Vado müəllimə təklif etdikdə ki, saatı bəlkə artıq edək, bu insanlar üçün, insanların mənəvi ruha köklənməsi üçün, milli vətənpərvərlik ruhuna köklənməsi üçün. Çünki Qarabağ azadlığı uğrunda döyüşən qalib sərkərdəmizin əmrinə tabi olanlar kimlər idi? İmana silah kimi sarılanlar idi. Allah Peyğəmbər deyənlər idi. Bu vətəni mühafizə etmək, qorumaq, namus və şərəfin mühafizəsi düşüncəsini könlünə İbrahim müəllim hakim edənlər idi. Və ona görə də onu vicdanən anlayan, idrak edən insanlardan biri də Space televiziyasının rəhbərliyidir. Bizə də bu şəraiti yaratdılar. Allah onlardan da razı olsun. Və siz də çox doğru söylədiniz. Mən də etiraf edirəm ki, yerində deyilmiş xoş sözdür. Var olasınız. Dərhal suallardan qəbul edəkmi? Buyurun. Buyurun. Qarabağdakı layihə. Salam. Belə bir layihə yaratdığımıza görə sizə təşəkkür edirəm. Çünki bu milyonların ürəyincəndir və bütün kanallardakı layihələrdən ən mühümüdür. Azərbaycan xalqına, müsəlmanlara ən xeyirlisidir. Mənim sualım qısa və konkretdir. Əgər bilə-bilə elə şəraitə düşmüsənsə ki, orucu pozmalısan, onda onun əvəzində nə etməliyəm? Eşitdiyimə görə oruçlu qutarandan sonra qəza namazı qılmalıdır, ya da ki, fütva verilməlidir. Ancaq dəqiqləşdirmək istəyirəm. Təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Xoş sözlərinizə görə, televiziyamıza, verilişimizə verdiyiniz dəyərə görə mən də belə bir dua edirəm. Çünki xanım redaktoru mənə göstərir, İbrahim müəllim də bilir. 10 minlərlə bizə təşəkkür göndərirlər. Elə onun timsalında, sizin timsalınızda 10 minlərə mən söyləyirəm. Allah da sizi öz dərgahında dəyərli olanlardan qərar versin. Günümüzün ən gözəl duası. İbrahim müəllim, buyurun. Bir neçə halda o insan orucu poza bilər. Birincisi bundan ibarətdir ki, əgər insan bayılacaq həddə gəlib çatacaqsa, o zaman orucunu poza, su və digər vasitələrdən istifadə edə bilər. İkincisi, insanın canı və malı təhlükədə qalarsa, məsələn, əgər orucunu açmasan, elə bir mühitə düşüb ki, sualda da əks olunduğu kimi, orucu açmasa, onun canı və yaxud da ki, qiymətli malı təhlükədə qalacaq, o zaman insan orucunu aça bilər. Şərait yarandıqdan sonra, yəni o mühitdən çıxdıqdan sonra inşallah ki, günə-gün qəzasını tutar. Bir günə bir gün. Bəli, keçərlidir. Əsas olan odur, yenə belə bir dua edəkmi xalqımız adına? Allah qəzalarımızı
cəza ilə əvəzləməsin. Buyurun növbəti sual. Vaxtınız xeyir olsun. Mən bilmək istəyirəm ki, dəstəmaz alarkən suyun kratdan tökülməyi vacibdirmi? Yoxsa özümüz bir əlimizlə tökür, o bir əlimizlə dəstəmazımızı alaq. Bir də dəstəmaz zamanı üzə suyu vurarkən bir əllə mi vurmalıyıq, yoxsa iki əlimizlə mi? Xahiş edirəm, sualıma cavab verin. Əvvəlcədən sizə təşəkkürümü bildirirəm. Mən sizə təşəkkür edirəm. Azərbaycan xalqı inançlıdır. Azərbaycan xalqı etiqad sahibidir. Azərbaycan xalqı Rəbbin rizasını hər fürsətdə idrak edəndir. Ola bilir kimlərsə az bir halda olur, anlamayan, idrak etməyən, onlar da günün birində hidayət olunurlar. Nə qədər həssasdır, nələrə diqqət edir izləyicimiz. Buyurun İbrahim müəllim. İnsan dəstəmaz alarkən xırantdan da dəstəmaz ala bilər və yaxud bir qab vasitəsi ilə ocuna tökər, onun vasitəsilə də dəstəmaz alar. Yaxud da məsələn çay, hovuz, arx qırağında orada da dəstəmaz ovcu ilə suyu götürüb dəstəmaz ala bilər. Heç bir narahatlığı yoxdur. Bəli, istəsə bir ovcu ilə üzünə su alsın, istəsə də iki ovcu ilə. Əsas meyyər dəstəmaz üzvləri hesab edilən yerlərin tam və mükəmməl şəkildə yuyulmağıdır. Hətta suyun fərqini belə sorulurlar ki, iyilıq suyla dəstəmaz almaq. Sual verirlər, yazırlar. Bəli, elə İmam Əlinin hədisi ilə cavab verək. Deyir, mən yayın orucundan, qışın dəstəmazından qorxmadım. Biz bilirik ki, qışda soyuq su ilə dəstəmaz almaq insanı biraz incidir. Yayda oruç tutmağın müəyyən bir zəhməti, müəyyən bir əziyyəti var. Yəni, bu onu göstərir ki, bunların böyük savabı var. Amma istər ilıq su ilə, soyuq su ilə fərdi mükəlləfin özündən asılıdır. Yetərli ibadətdə və itaətdə ol, dəstəmazını al, o bəs edər. Səmimi ol əsas. İxlasla. İxlasla. Elə dində səmimiyyət deyil mi? Bəli. Təşəkkür edirəm. Buyurun xanım redaktör. Salam. Allah bütün bu ayda oruç tutanların orucunu Allah kabul eləsin. Allah hamıya can sağlığı versin. İnşallah Allah qismət eləsin. Gələn il bu vaxt yenə orucumuzu tutaq. Mənim belə bir sualım var. Şəkər xəstələri oruc vaxtı şəkərini yoxlaya bilərlər. Təşəkkür edirəm. Buyurun İbrahim. Bəli. Gözəl dua etdi izləyicimiz. Şəkər xəstələri əgər orucluq onların xəstəliyini artırmırsa, oruç tutmağı bacarırlarsa, oruç tutsunlar və bu arada da, yəni imsakdan iftara qədər olan müddətdə də şəkərlərini ölçə bilərlər. Hətta zərurət yaranarsa insulin vurulmasına, insulin da vurula bilər və bu orucu pozmur. Batil etməz. Burada əsas məsələ xəstənin xəstəliyinin ağırlaşmamasıdır. Onu da mükəlləf özü müəyyən eləyir. Minnətdaram. Mən yenə də çağırış edirəm ki, xəstə olanlar, hər dəfə bunu deyirəm ki, Allahın bütün hökmləri bəndənin mənafeyini hesablanır. Can Allahın əmanətidir. İnanclı həkimlərə mütləq müraciət etsinlər. O, həmin inanclı həkimlərin tövsiyələrinə uyğun olaraq oruc ibadətini həyata keçirsinlər. Yox, həkim deyirsə ki, bu sizin üçün zərərlidir, ziyanlıdır. Allah da sizin üçün izin vermişdir. Onda oruc ibadətini sağaldıqdan sonra həyata keçirin. Buyurun, növbəti sual. Axşamınız xeyir olsun. İnan verilişinə çox həvəslə baxıram. Allah tutduğunuz orucları, qıldığınız namazları qəbul etsin. Allah bayramı keçirməyə bizə nəsib etsin inşallah. Sizdən xahişim budur ki, bir zəhmət olmasa deyərdiniz. Bu imsakdan əvvəl ya imsakdan sonra hansı duanı, hansı suranı oxuyaq ki, qəbula keçsin. Xahiş edirəm, cavablandırardınız. Əvvəlcədən sizə təşəkkür edirəm. Allah razı olsun sizdən. Allah razı olsun. Dua müsəlmanın can sığortasıdır. Buyurun İbrahim müəllim. Hər hansı bir duanı oxumaq keçərlidir. İnsanın imsaq süfrəsində və yaxud da iftar süfrəsində öz hacətlərini öz dilində də oxuya bilər. Lakin biz dua kitablarına baxdıqda görürük ki, bəzi xüsusi dualar təsbit edilibdir ki, möminlər imsaq və ya iftar zamanı həmən duaları oxusalar və ya deyir hansı surəni oxuyaq, o surələri oxumaları xüsusi bir məziyyətdir. Məsələn?
surələr içərisində Qədr surəsi daha çox tövsiyə edilir. Çünki Qədr surəsi bildiyiniz kimi Ramazan ayından, Elədir. xüsusilə Qədr gecəsindən bəhs etdiyinə görə o surəni oxumağın fəziləti çox üstün hesab edilir. Ona görə də yaxşı olar ki, Qədr surəsi oxunsun. Minnətdaram. Buyurun. Salam, şam xeyir olsun, əziz qonaqlarınızı salamlayıram. Hacımıza bir dənə sualım var. Hər səhər imsak oyanıram, bu günü elə bil ki, yatmışam, oyanmamışam. İndi bunun heç bir narahatçılığı yoxdur da, yəni. Ancaq onu deyim ki, yenə orucu pozmadım da, oruca davam etdim. Bunu bilmək istəyirdim. Təşəkkür edirəm. Buyurun. İmsak etmək müstəhəbdir, yəni bəyənilən əməldir, Peyğəmbərimizin sünnəsidir və özünün də bu mövzuda mübarək bir kəlamı var ki, imsak edin, çünki imsakda bərəkət vardır. İmsaka durmamaq, yatıb qalmaq və yaxud da ümumiyyətlə qəsdən imsaka durmamaq orucun batıl olmasına, zaya getməsinə səbəb deyil. Həm də sahurda da bir bərəkət vardı. Bəli. Minnətdaram. Allah razı olsun. İzləyicilərimiz Cabir müəllimi görüb iftara doğru könül dünyalarına Cabir müəllimin bir müdaxiləsini istəyirlər. Mən belə deyirəm həmişə sənət dostlarıma. Çünki Cabir qardaşım da mənim candan sevdiyim, ruhumuzu bəzəyən qardaşımızdır. Keçən dəfə canlı efirdə dedim, Qarabağa gedəndə musiqi ilə bağlı yadınızda olan sual vardı. Dedim, Məsum İbrahimovdur, Cabir Abdullayevdir, Feyruz Səxavətdir, Alim Qasımov, yəni sənət adamları, Hacı Teyyubdur, Samir qardaşımızdır, Zakir qardaşımız, bunları saysam çox olacaq, yəni digərləri inciyərlər, amma xüsusi olaraq bu sadaladıqlarımın səslərini dinləyə-dinləyə Ağdamdan Əskərana doğru gedəndə bir də baxdım ki, ağlaya-ağlaya Yaradana dua edirəm. Yəni bu səslər bizə Yaradanı xatırladan səslərdir, seçilmiş səslərdir. Elə isə Yaradanın bu mübarək günündə bu səslərdən istifadə etmək. Ya Allah, Bismillah.
İlahi amin, ilahi amin. Respublikamızın əməkdar artisti, xalqın sənətkarı, xalqın sevimlisi, milyonların sevimlisi Cabir Abdullayevin müqəddəs Ramazan ayının 6-cı günündə qoy duası olsun bu. Bütün xalqımız adına, dövlətimiz adına. Çox təşəkkür edirəm. Mükəmməl bir ifa, mükəmməl sözlər. Həqiqətən də İbrahim müəllim, bu musiqinin nəyi haramdır? Allah Cabir müəllimin səsinə də, Amin. ömrünə də bərəkət versin. Onun sözləri həqiqətən də musiqinin sözləri elə bir növ Mükəmməl, təbliğatdır. çox təbliğatdır. Əhsən. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Allah oruclarınızı, ibadətlərinizi qəbul etsin. Zəhmət olmasa mənim sualımı cavablandırardınız. Oruclu olarkən dəriyə, üzə, ələ nəmləndirici krem çəkmək orucu pozur ya pozmur? Qeyd edeyim ki, ona görə bu sualı verirəm ki, istər-istəməz nəmləndirici kremlərin tərkibində vitaminlər, yağlar yer alır. Ona görə soruşuram bu sualı. Zəhmət olmasa cavablandırardınız. Təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Allah Teala o yanınızdakı körpəni sağlam, səhət ilə, imanla böyütsün, xeyirlisi ilə. Nə gözəl səsdir. Allah arzusunda olanlara nəsib etsin. Amin. Allah övladı olmayanlara da bir nütvə sudan övlad nəsib etsin. Fürsəti dəyərləndirib dua etmək lazımdır. Bəli. Dua edir həm də. Buyurun İbrahim müəllim. Xeyr, suala cavab olaraq deyək ki, belə hallar heç vaxt orucu pozmaz. Orucu pozan hallar yalnız qida borusuna daxil edilən hər hansı bir maye və digər şeylərdir. Oruc pozulmur. Eləmi? Bəli. Təşəkkür edirəm. Buyurun. Növbəti sual. Salam, axşamınız xeyir olsun. Mən Bakı şəhərində yaşayıram, amma yoldaşımın işi ilə bağlı tez-tez biz rayona gəlirik. Burada da xidməti evdə qalırıq. Mən burada namazlarımı 2 rükətli qılıram. Bilmək istəyirəm, düz eləyirəm, yoxsa səhv eləyirəm? Təşəkkür edirəm. Allah sizləri qorusun. Allah xalqımızı qorusun. Allah dövlətimizi qorusun. Allah Teala bu xalqa, bu dövlətə, mənəvi dəyərlərə bağlı olan hər kəsi qorusun. Buyurun. Biz bilirik ki, müsafirə oruç tutmaq vacib deyil. Ümumiyyətlə, səfərdə olan şəxs orucunu açacaqdır. Təbii ki, bəzi bəlli şərtlər əsasında. Xanımın sözündən belə başa düşüldü ki, çox tez-tez səfər edirlər. Madam ki, tez-tez səfər edirlərsə, o zaman namazları da bütövdür, orucları da yerindədir, yəni tutacaqlar. Çox üzr istəyirəm, burada bir həssas iş var. Əfvinizə sığınıram. Vəfalı izləyicimiz kimsə dedi ki, yoldaşım orada xidməti işdədir. Demək, həm də onların orada evi var. Yox, xidməti ev dedi deyəsən. Müvəqqətidir. Fərqi yoxdur. Əsas odur ki... Yəni, artıq orada yaşayış məkanı sayılır. Ona görə siz daha yaxşı bilirsiniz. Əgər ora ikinci vətən hesab edilirsə, o zaman orada ümumiyyətlə namazlar bütövdür, orucları da tutacaqdır. Açıq onu düşündüm, ona görə. Amma onların ikinci vətəni hesab olunmasa belə, orada heç bir şeyləri, mal-mülkləri olmasa belə, çox səfər edən şəxslər oruclarını bütöv, namazlarını da olduğu kimi bütöv şəkildə qılacaqlar. Heç bir narahatlıq yoxdur. Təşəkkür edirəm. Minnətdarım, layiqli bir cavabdır. Növbəti sual. Salam, hər vaxtınız xeyir. Gözəl insanlar və İnam verilişinin əməkdaşları. Mən sizə belə sual vermək istəyirəm. Mənim salonda işləyirəm. Elə bil ki, keratin eləyirəm də, keratinin də tüstüsü olur. Oruc tutduğum halda o batil eləmir ki, yəni boğazıma gedir. Məsələn, istər-istəməz cüzi də olsa, biraz da olsa boğazıma gedir. Onun bir batili falan yoxdur ki, yəni zəhmət olmasa mən bildirərdiniz. Təşəkkür edirəm. İbrahim müəllim. Məşhur nəzər bundan ibarətdir ki, qatı tüstünü boğaza yetirmək, boğaza çatdırmaq, məsələn, siqaret kimi və s. orucu pozar. Amma bunun əksini deyən bəzi fəqihlər də Görüşlərdə münasibət fərqlidir. Görüşlər fərqlidir, fəqihlər arasında münasibət fərqlidir. İndi sualda əks olunan formada keratinin nə qədər tozu ola bilər ki, onun orucunu pozsun. Ona görə də narahat olmasın, orucu doğrudur. Sadəcə şübhəni tərk etsin. Bəli. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Salam, hər vaxtınız xeyir olsun. Ramazan ayınız mübarək olsun.
Allah inşallah ki tutduğunuz oruclarınızı, qıldığınız namazlarınızı ali dərəcədə qəbul eləsin. Allah Taala hər bir bizə uzun ömür, can sağlığı versin. Mənim sualım sizə bundan ibarətdir ki, yəni oruclu bir insanın qarşısında, yanında və yaxud çay içmək, yemək yemək günahdırmı? Yəni onun gözü görə, yəni bunu etmək günahdırmı? Təşəkkür edirəm. Məncə bu mədəniyyətə dayanan bir məsələdir, əxlaqa dayanan bir məsələdir. İbrahim müəllim, buyurun. Peyğəmbər əleyhissalam buyurur ki, oruclu şəxsin yanında yemək yeyilərsə, oruclu şəxs yeməyini bitirənə qədər oruç tutana əlavə savablar yazılar. Deməli, bir adam oruç tutanın yanında yemək yeyəndə özü də bilə-bilə və ya bilmədən orucluğu üçün savab yazdırır. Amma bir etik çərçivə var da, oruclu insanın, susuz insanın, ac insanın yanında iştahla nə isə yemək bəyənilmir. Ona görə yaxşı olar ki, fürsət olduğu təqdirdə tərk edilsin. Oruç tutanların yanında yeyilib içilməsin. Ədəbə dayanır. Bəli. Belə deyə bilərik. Bəli. Sponsora keçid edirik, yoxsa? Buyurun, sponsora keçid edirik. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Təşəkkür edirəm. İbrahim müəllim, dərhal suallar millərlədir, qəbul edək. Olarmı? Buyurun. Salam Seydim. Axşamınız xeyir. Allah oruc namazınızı da qəbul eləsin. Mənim sualım budur. Mənim atam, anam 20 il bundan qabaq rəhmətə gedildi. Qardaşım, əmmi oğlu, qardaşım uşaqları da rəhmətə gedənlər vardı orada. Təzə məsələn rəhmətə gedən var. Deyirlər birinci gedə gün onu ziyarət eləyə gün, ondan sonra keçə gün valideynləri ziyarət edən. Nətər bu düzdür yox? Təşəkkür edirəm. Allah vəfat etmiş valideynlərimizin axirətini xeyirli qərar versin. Sağlam olan ata və analara Rəbbim sağlam canla, bərəkətli, uzun ömür qismət etsin. Dua ayıdır. Ona görə dəyərləndirib bol-bol dualar edirəm. Buyurun İbrahim müəllim. Əlbəttə ki, şəriət nöqteyi nəzərindən bunun heç bir qəbahəti yoxdur. Amma biz bilirik ki, böyüklər daha çox ehtirama layiqdirlər. Ona görə də yaxşı olar. Tövsiyəmiz də ondan ibarətdir ki, öncə valideynləri, ağsaqqalları, böyükləri ziyarət eləsinlər. İstər qəbir ziyarəti olsun, istər onlar bayramlarda olsun, fərqi yoxdur. Ondan sonra digər şəxslər ziyarət olunsa daha üstün olar. Bu bəyəniləndir. Təşəkkür edirəm. Buyurun. Mən də elə fikirləşirəm. Salam, hamdı salam deyirəm. Allah hamın oruc namazını qəbul etsin. Mənim belə bir sualım var. Mən həmişə oruç tutub namaz qılan olmuşam. Namazını davam etdirirəm, bu öz borcumuzdur. Amma gözlərimdə problem var. Gözümdə katarak, mirvari suyuna katarak var. Əməliyyat olub, lizə qoyulub. Və mənə dedilər ki, Quranda da yazılıb ki, gözdə problem olanda oruç tutmaq olmaz. Göz zəifləyir. Yəni gözümdə mənim qurumada gedir. Bol mayə qəbul eləməliyim. Məndə narahatçılıq var həmişə. Görəsən bu olarmı, olmazmı tutmaq? Yəni gözümə ziyandır, yoxsa yox? Ümumiyyətlə gözdə problem olanda oruç tutmaq olar, yoxsa olmaz?
Teşekkür ederim. Allah size şəfa versin. Allah bütün xəstələrimizə şəfa versin. Allah Teala bu müqəddəs gündə etdiyimiz dualara xatir xalqımıza dərd verib, dərman axtartmasın. Buyurun İbrahim müəllim, belə bir şey varmı Quranda? Quran-ı Kərimdə Bəqərə surəsində yalnız xəstə olduğunuz və ya səfərdə olduğunuz müddətdə onu başqa günlərə keçirin deyə məna var. Gözdə xəstəliyi varsa, onun oruç tutulduğu zaman ona xələl varsa, zərər varsa, bunu yalnız etibarlı, inanılmış həkim mütəxəssis müəyyən edə bilər. Və yaxud da şəxsin özü müəyyən eləsin ki, oruç tutduğu zaman onun gözünə və ya hər hansı bir xəstəliyinə ciddi xələl gəlirsə, o zaman orucdan imtina eləsin, hər gün üçün yoxsula bir müd təam versin. Yəni, bir yoxsulu doyuracaq qədər ona yemək versin, keçərlidir. Ona görə də tamaşaçımız gərək ya özü, ya da etibarlı bir həkimə müraciət eləsin ki, müəyyənləşdirsin ki, onun gözünə oruç tutmaq zərəridir ya yox. Təşəkkür ederim, layiqli bir cavabdır. Azana var mı? Bir dəqiqəmiz var. Onda bir sual qəbul edək. Çatmazsa cavabını azandan sonra verərik. Buyurun. Salam dəyərli ekspertlər. Mən bilmək istəyirəm, əgər 10 günlük sanatoriya gedirəmsə, orada şərait varsa, mən orucumu davam edə bilərəm. Artıq azan vaxtıdır. İzləyicimiz üzrlü saysın. Azandan sonra sualı cavablandıracağıq. Bakı vaxtı ilə azan verəcəyik. Əmrahımız gəlsin. Bir daha izləyicilərimizin diqqətinə çatdırıram ki, Bakı vaxtı ilə azan vaxtıdır. Hər gün fərqli azanlar səslənir, iki görüşə məxsus azan səslənir. Bugün də digər görüşün təmsilçisinin azanıdır. Buyurun. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Aliyen Veliyullah. Eşhedü enne Aliyen Hüccetullah. Hayye ale's-salam. Hayye ale's-salam. Hayye alel-felah. Hayye alel-felah. Hayye ala hayril amel.
حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله. Emrah, teşekkür ederim. Allah kabul etsin. İbrahim benim tevekkül ederim. Duanı siz okuyun. Bismillahirrahmanirrahim. Allahümme leke sumna ve ala rızkike eftarna ve aleyke tevekkelna ve tegabbel minna ya vasi'al mağfireti iğfir lena. Amin. Allah kabul etsin. Bakı vaxtı ilə bizimlə bərabər iftar açan hər bir kəsin orucunu Allah Taala kabul etsin. Götür. Kurma götür. Çok sağ olun. İnamseverler, Bakı vaxtı ilə bizimlə oruç açanlar, Allah Taala oruç və namazlarımızı əksikləri ilə qəbul etsin. Gün çıxandan gün batana kimi itayət, ibadət dolu könül varlığı ilə Rəbbinə doğru yönələrək Allahdan bağışlanma diləyən, tövbə edən bütün soydaşlarımızın Allah Taala günahlarını keçsin. Allah Taala hər birimizi ailəcə hər cür çətinliklərdən mühafizə edərək öz əmanətində saxlasın. Allah Taala xalqımızın, dövlətimizin birlik və bərabərliyini, vəhdətini əbədi qərar versin. Allah Taala qalib sərkərdəmizi, qalib ordumuzu, qalib xalqımızı mühafizə edərək hər bir an öz əmanətində saxlasın. Bu arada mən iftar açarkən dinlədiyimiz o mübarək, o gözəl səsə görə mənim əziz qardaşım bir neçə gün sonra inşallah canlı efirdə qonağımızdır. Respublikanın xalq artisti Samir Cəfərova da salam və dualarımı göndərirəm. Ramiz Mirişlini isə böyük bəstəkarımızı rəhmət və dualarımla anıram. Var olasınız, təşəkkür edirəm Əmrah. Suallardan dərhal qəbul edəkmi? Biz o suala cavab verək. Sual qalmışdı, əksən sizə. Buyurun. Sual belə idi ki, mən bir yerə səfər eləyirəm. Bəli. Kurorta gedirəm və 10 gün orada qalacağam. Oruç tutum yoxsa xeyr? Bəli. Əlbəttə ki, əgər bir şəxs bir yerdə 10 gün müddətdə qalacaqsa və daha artıq müddətdə qalacaqsa, o zaman
namazları da bütövdür, orucları da tamam kamal şəkildə tutacaqdır. Teşekkür ederim. Minnettarım. Layıklı cevaptır. Buyurun hanım redaktor. Salam əleyküm, hörmətli Seyidim, mömin qardaşlarım. Sizi narahat edən Sabirabad rayonunun Qasımbəyli kəndindən Hacı xanımdır. Mən ərəb dilində Quranı tilavət edib oxuyuram və öz yaxınlarıma tapşırıram. Və Quranı Kərimdə belə yazılıb ki, mömin və möminələr. İndi mən Quranı özümkilərə tapşıranda və oxuyanda deyirlər ki, qadının tilavət eləməsi düzdür. Bu haqda məlumat versiniz. Çox şad olaram və sizə qabaqcadan minnətdarlıq edirəm ki, bu Quranın bayramı deməkdir. Məhəmmədi, Allahı sevən kəslərin Quran bayramını yenə təbrik edirəm. Hamımıza can sağlığı arzulayıram ki, mənim belə qardaşlarım var. Narahat olduğumuz məsələlərdə bizə aydınlıq gətirir və ondan biz faydalanırıq. Sizin elimizə Allah bərəkət versin, can sağlığı versin. Sizə çox minnətdaram və təşəkkürümü bildirirəm. Allah razı olsun. Möminə bacımıza təşəkkür edirəm. Allah qəlbinizi hər zaman fərəhlə bəzəsin. İmanda sabit qədəm qərar versin. İbrahim müəllim, buyurun. Quran-ı Kərim buyurur ki, kişilərin qazancı kişilərə, qadınların qazancı qadınlara məxsusdur. Bu təkcə maddi qazanc deyil, eyni zamanda əldə edilmiş savaba da şamildir. Ona görə də deyə bilərik ki, Quran-ı Kərimin oxunması və yaxud da onun oxunub savabının kiminsə ruhuna hədiyyə edilməsində kişi və qadın arasında heç bir fərq yoxdur. Hər bir xanımın da, kişilərdən mən deyərdim daha çox xanımlar Quran-ı Kərimi oxusunlar, tərcüməsini öyrənsinlər ki, öz hüquqlarını orada daha da yüksək səviyyədə hüquqlarının təsbit edildiyini görəcəklər. Minnətdaram. Biz Quran xətmini Rəbbim nəsib etsin. Allahın izni dövlətimizin himayəsi ilə Qədir gecəsində həyata keçirəcək. Artıq yüzlərlə kişilərdən daha çox xanımlar Quran xətmi etdiklərini və duasının bizdə səslənməsini təvəqqə edirlər. Bu arada İnam komandasında da Quran xətmi, bu gərgin işə baxmayaraq Quran xətmi həyata keçirən xanım redaktora da bir nümunəsi var ki, yəni xanımlar rahat olsunlar ki, Quran xətmi edirlər. Allah da bütün xətimləri qəbul etsin inşallah. Buyurun. Salam, hörmətli İmam kollektivi. Başda çox hörmət elədiyimiz gözəl insan Seyid Cəmal olmaqla qonaqlarınızı da salamlayıram. Allah tutduğunuz orucu elədiyiniz ibadəti qəbul eləsin. Mən müəlliməyəm, uşaq bağçasında tərbiyəçi işləyirəm. Uzun illərdir oruç da tuturam, namaz da qılıram. Allah hər kəsin ibadətini qəbul eləsin. Sadəcə bilmək istəyirəm, çox xahiş edərdim, cavablandırardınız. Mən işdə namaz qılıram, yəni günorta. Namaz qılarkən uşaqların yatan vaxtına düşür və mən məcbur oluram ki, ürəyimdə qiraət eləyim namazı. Namazın sözlərini ürəyimdə deyim, sakit deyim ki, uşaqlar oyanmasın. Xahiş edirəm, cavablandırardınız. Bu günahdırmı və o namaz batildirmi? Təşəkkür edirəm müəllimiyə. Allah razı olsun, şərəfli işlə məşğuldur. Buyurun İbrahim müəllim. Biz bilirik ki, sübh və axşam namazları ucadan qiraət olunur. Amma xanımlar üçün əgər o müəyyən şərait yoxdursa, naməhrəm onların səsini eşidərsə və s. astadan qiraət edə bilərlər. Günorta namazları ümumiyyətlə astadan qiraət olunur. Lakin ürəyində qiraət o şeydir ki, orada hərflərin məxrəci, məsəl üçün, rol oynayır dil və dodaq hərflərin tələffüzündə. Yəqin ki, səsli demək istəyir. Hər halda, əgər qəlbində qiraət yoxdur, yaxşı olar ki, asta səslə qiraət eləsin və namazı inşallah ki, doğru olar. Narahatlığa da əsas yoxdur. Belə deyə bilərik də. Allah qəbul etsin. Buyurun. Salam, axşamınız xeyir olsun. Seyid, Allah bütün tutulan orucları öz dərgahında qəbul eləsin. Mənim də bir sualım var idi. Yəni, bilmək istəyirdim ki, Ramazan ayında, yəni bu Qədir gecələrində mən tutmaq istəyirəm, Qədir gecələrini. Yəni, bu nə dərəcədə Allah dərgahında, yəni ki, bəyənilən bir əməldir. Yəni, 3 gün oruç tutmaq da Qədir gecələrin. Amma belə orucluq 30 gündür, 30 gün yəni tutulmalıdır. Yəni, mən Qədir gecələrini tutsam,
Yəni bu nə dərəcədə, yəni bəyənilən bir əməldir. Çox sağ olun. Siz sağ olun. İbrahim müəllim, sualı sizə yönətməmişdən öncə İnam komandası olaraq, siz də İnam komandasının illərdə artıq bir üzvünə çevrilmişsiniz. Biz monitorinq aparırıq. Hər Ramazandan, məsələn, keçən il Ramazanda 50-dən artıq adam demişdisə ki, mən Qədir gecələrində oruç tuturam. Görəsən bu qəbul olarmı? Bax, məhz onları cavablandıranlardan biri siz idiniz. Mir Niyaz müəllim idi, Kövsər Tağıyev idi. Sizin profesional İslam üsuluna uyğun olaraq verdiyiniz cavablarla həmin adamlar indi bu ay bütünlüklə oruç tutmağa niyyətləndiklərini söyləyirlər. Məncə, Azərbaycan İlahiyat Üstünün müəllimləri bunu bacarır. Buyurun. Bəli, biz bildiyimiz kimi Ramazan ayı ya 29 yaxud 30 gün olur. Hər bir günü tutmaq vacibdir. Uca Allah tərəfindən fərz edilib. Əks halda kəffarəsi vardır, cəriməsi vardır. Yəni, indi şəxsin əgər bütöv ayı tutmaq fürsəti yoxdursa, hər hansı bir problem ücbatından biz deyə bilmərik ki, Qədir günlərinin orucunu tutmaq. Əlbəttə, Qədir günlərinin orucunu tutsun və əminik ki, Qədir günlərinin orucunu tutduqdan sonra onun qəlbində oruca qarşı, Ramazana qarşı böyük bir məhəbbət yaranacaq. O orucluğun bərəkətini hiss edəcək və əminəm ki, elə Qədirdən sonraki günləri də tamama yetirəcək və gələn il inşallah ki, ayın əvvəlindən sonuna qədər oruç tutacaqdır. Təşəkkür edirəm, mükəmməl bir cavabdır. Mən cavab bilmədim. Həmişə deyirəm ki, bu dostlar deyəndə bir gün oruç tuturam, yəni mənim özümə şəxs olaraq. Deyirəm, o könlündə ilahi eşqin şərbəti var. Qığılcımı alovlandırmağa ehtiyacdır. Bəzən Qədir gecələri, Əhya gecələri o qığılcıma bənzəyir Ramazanda. Çox gözəl söylədiniz. İnsanlar, əziz qardaşım, mənim döyüşçü qardaşım, iftara doğru dedik, artıq iftar başladı. İndi rahat bir şəkildə, əlhəmdülillah, iftar süfrəsində oturublar. İndi onların könül dünyasının bəzənməsi üçün nəyə ehtiyac var? Sizin o gözəl avazınıza. Eləsə niyə başlamayaq? İcazəniz varmı? Ya Allah, Bismillah.
Əhsən, təşəkkür edirəm əziz qardaşım. Bax, bu iftar süfrəsində oturan milyonların qəlbini, könlünü sevindirdiniz. Allah da ailəcə sizi sevsin, sevindirsin. Minnətdaram. Var olun Azərbaycan mədəniyyətində, Azərbaycan musiqisində var olun. Öz təşəkkür. O gözəl avazınızla deyil, əxlaqınızla, davranışınızla. Çünki siz milli vətənpərvərlik ruhuna köklənmiş əsl sənət adamısınız. Minnətdaram sizə. Razı olsun. Sağ olun. Buyurun, xanım redaktor. Axşamınız xeyir. Oruc namazınız qəbul olsun hamımızın, qonaqlarınızın, özünüzün inşallah oruc namazınız qəbul olsun. Fakat sizə bir sual verməsi bir zəhmət olmasa, mən sürücü işləyirəm, rayonlara gedib gəlirəm. Günə 730 kilometr yol sürürəm. Deyirlər ki, sənin işindir, sən tutmalısan. Yəni sənin işindir də, başqa şey yoxdur. Mən o tutmağım nədir düzdür, səhvdir, amma tuturam. Başlayandan da tuturam orucluq. Amma rahat da tuturam, heç bir problemi yoxdur. Yəni günüm də yollarda keçir. Bilmək istəyirdim zəhmət olmasa. O nə dərəcədə düzdür? Təşəkkür edirəm. Allah Taala yolda olan, avtomobil idarə edən, təyyarədə olan sərnişinlər, hər birini Allah Taala yerin, göyün bəlasından, xətasından mühafizə edərək öz əmanətində saxlasın. Mənə düşən dua etməkdir, sizə düşənsə cavablandırmaq. Buyurun. Allah dualarınızı qəbul eləsin. Amin inşallah. İnşallah. Bəli, gündəlik səfər etdiyinə görə şəxsin orucu yerindədir, yəni oruç tutacaq və namazlarını da, hansı ki 4 rükətli namazlar səfərdə 2 rükət qılınırdı, namazlarını da bütöv şəkildə icra edəcəkdir. Qəza etməyəcək. Bəli. Təşəkkür edirəm, Allah qorusun. Buyurun. Salam, axşamınız xeyir. Ramazan bayramınız da mübarək. Allah bütün tutulan oruçları qəbul eləsin inşallah. Sizdən bir söz soruşmaq istəyirəm. Mən əgər səhərsi günün bir mərasimə gedəsi olsam, səhər imsaka durmasam, orucumu pozsam, bunu bilərəkdən pozsam əgər, bunun kəfarəsi mi var, yoxsa qəzası mı? Xahiş edirəm, buna bir açıqlama gətirərdiniz mənə. Bəli, başdan təşəkkürlər edirəm. Minnətdaram. İbrahim müəllim. Yəni, belə başa düşdüm ki, şəxs səfərə çıxacaq, o həddi tərəxxüs, yəni şəriətin müəyyən elədiyi həddə gəlib çatmamış orucunu açacaq. Əgər belə eləsə, qəsdən orucunu pozmuş şəxsin hökmünü daşıyır, qəzadan əlavə də kəffarə ödəyəcəkdir. Nə qədər? Kəffarəsi 3 növdür. 60 gün oruç tutmaqdır. 1 gün əlavə tutacaq qəza, 60 gün kəffarə, 61 gün. Onun da 31 gününü ardıcıl tutacaq, növbəti 30 gününü isə istədiyi formada və 60 yoxsulu hər gün üçün doyuzdurmalıdır. Məncə, əziz izləyicilərimiz, mütləq çalışın, Allah sağlıq və səhət versin. Çox çətindir, pozmayın. Yəni, vaxtında orucunuzu həyata keçirin. Allah da xeyirlisi ilə, sağlam canla, maddi, mənəvi, fiziki gücümüzün çoxalması ilə gözəl fürsətlər ehsan etsin. Hər birimizə uzun-uzun, neçə-neçə 10 illər Ramazan ədəbi ilə, Ramazan məktəbi ilə, Ramazan əxlaqı ilə Ramazan orucunu həyata keçirə bilək. Buyurun, xanım redaktor. Məclislərində bəzən görürsən ki, qadınlar söhbət eləyirlər. Mən bəzən özümü saxlaya bilmirəm və o qadınlardan xahiş eləyirəm ki, icazə verin molla oxuyan surələrə, ayələrə qulaq asaq. Düzdür, indi nə dərəcədə sakitləşirlər müvəqqəti olaraq. Ancaq bilmək istəyirəm ki, mən orada bunu deməklə bir günah işlətmirəm ki, yəni insanlara, qadınlara müraciət eləyirəm ki, icazə verin, özünüz qulaq asmırsınızsa biz qulaq asaq. Bu əslində yas yəsinə də hörmətsizlikdir, çünki o yasa gələn insan o yas yəsinin dərdinə şərik olmaq üçün gəlirlər. İkincisinə qalan yerdə bu Quran ayələri, Allahın göndəri ayələri, surələrə qulaq asmaq yəqin ki, bizim hər birimizin borcumuzdur. Ancaq onlar özləri bilər, ancaq bizim də qulaq asmağımıza mane olurlar. Və mən özümü saxlaya bilmirəm və müraciət eləyirəm ki, xahiş eləyirəm, biraz sakitləşin, biz qulaq asaq. Mən burada günah eləyirəm, bu müraciət eləməklə, yoxsa elə sakit durmalıyam, bunu bilmək istəyirəm.
Təşəkkür edirəm. Mən də istəyirəm bunu biləsiniz ki, tək qadın məclisləri deyil, artıq kişi məclislərinin də əksəriyyətində siz dediyiniz, bax bu hal baş verir. Və bundan üzülənlərdən biri də elə mənəm. Buyurun İbrahim müəllim. Günah deyil, əksinə hörmətli tamaşaçımız savab qazanır. Bəli, fədakarlıq edir. Qur'an-ı Kərimdə də ayə var ki, Qur'an oxunduğu zaman onu dinləyin və sakit olun. Ona görə də Qur'an-ı Kərim oxunan zaman insan maksimum şəkildə çalışmalıdır ki, onu dinləsin və sakit olsun. Yaxud da məclisi tərk etsin. Təşəkkür edirəm. Mükəmməl cavabdır. Həm də bu da bir ədəbə dayanan, əxlaqa dayanan bir davranışın sərgilənməsi vacibdir. Ustad, necəsiniz? Yaxşı. Bəlkə insanların da yaxşılıqla köklənməsi üçün sizin o gözəl avazınızdan istifadə edək. Göz kölgəli dolanmaqdan, əziz dost, el içində üzün olsa yaxşıdır. Göz kölgəli dolanmaqdan, əziz dost, el içində üzün olsa yaxşıdır. Halal qazan, halal dolan, halal gəl, çörəyində duzun olsa yaxşıdır. Gözünü çək bu dünyanın malından, gözünü çək bu dünyanın malından, uzaq ol qadasından, qalından. Özgəsinin qumaşından, şalından, əynində öz bezin olsa yaxşıdır. Əyriliyə mail olma düz deyər, əyri bənzər bir əyilmiş güzgüyən. Əyriliyə mail olma düz deyər, əyri bənzər bir əyilmiş güzgüyə. Özgə malı qismət olsun özgəyə, öz malında gözün olsa yaxşıdır. Aman aman, yarım aman aman, yarım aman aman, ay canım ey. Çox təşəkkür edirəm əziz qardaşım. Ona görə 100 minlər bal səs deyir. Əhsən, Allah bu səsi Azərbaycan xalqına elə inamın işığında inamsevərlərə də çox görməsin. Minnətdarım, var olasınız. Onda dərhal suallardan qəbul edək. Daha güc gəldi bizə. Salam, sabahınız xeyir. Allah orucunuzu qəbul eləsin. Mənim sualım budur. Azan oxunan vaxt namazı başlayıb qılmaq olarmı ya yox? Təşəkkür edirəm. Dualarınıza görə minnətdaram. İbrahim müəllim. Bəli, əgər azanın vaxtı dəqiq bilirsən ki, namazın daxil olduğu vaxtda verilir və adətən də belədir, bizim ölkəmizdə də bu belədir. O zaman azan verilən kimi insanın dərhal namaza başlaması keçərlidir, mümkündür. Minnətdaram. Buyurun, növbəti sual. Salam əleykum, hər kəsi salamlayıram. Allah tutduğunuz orucları, qıldığınız namazları qəbul eləsin. Çox gözəl bir veriliş təşkil eləmisiniz. Ailəlicə oturub izləyirik. Mənim sualım bundan ibarətdir ki, bir insan dünyadan köçərkən yanarsa və ya suda batarsa, yoxdursa bu insanın cəsədi, dünyadan köçəndə qəbr əzabı deyirlər var. Bu insanın qəbr əzabı olacaq və ya olmayacaq. Bu haqda məlumat verərdi, zəhmət olmasa. İmkan varsa bu gün, yoxdursa sabah bu sual haqqında məlumat bilmək istəyərdim. Təşəkkür edirəm izləyicimizə. Görürsünüz, ustadlar, kimdirsə, deyir imkanınız varsa bugün, imkanınız yoxsa sabah. O sualların çoxluğundan xəbərdardır, baxır, izləyir. Azərbaycan xalqı qədri bilən xalqdır. Buyurun, təşəkkür edirəm o ifadəyə görə şəxsən. Təəssüflər olsun ki, müasir dövrdə bəzi insanlar qəbr əzabının güya olmadığını iddia edirlər. Güya Qur'an-ı Kərimdə və səhih sünnədə bu mövzu haqqında bir ayə və ya hədisin olmadığını dilə gətirirlər. Amma
görünən budur ki, biz Quran və sünnəni daha da dərindən və obyektiv şəkildə oxusaq, mütaliə etsək, görərik ki, elə Quranın özündə də, o cümlədən səhih sünnədə də qəbir əzabı vardır. İndi sırf suala cavab olaraq deyək ki, bir nəfər İmam Cəfər Sadiq əleyhissalamdan soruşdu ki, edam olunmuş, havadan asılmış şəxsə qəbir əzabı necə olacaq? İmam əleyhissalam buyurdu ki, Allah torpağa əmr etdiyi kimi havaya da əmr edər ki, o şəxsi sıxsın. İkincisi isə biz bilirik ki, verilən əzab və ya mükafat ruha verilir. Qəbir əzabı bərzəx aləmində insanların fiziki olaraq deyil, onların ruhları əzab və yaxud da mükafat görürlər. Təşəkkür edirəm. Mükəmməl bir cavabdır. Allaha sonsuz şükürlər olsun. Allah Qarabağ xilaskarı, Qarabağ Fatih İlham Əliyev cənablarını qorusun. Amin. Niyə bu an o duanı etdim? Siz danışdıqsa mükəmməl, axıcı, elmi. Dedim, nə yaxşı ki, dini komitənin nəzdində Cənab Prezidentin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Və bugün Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri xüsusi olaraq inamın işığında xalqa Ramazanın fəzilətlərini, İslamın doğrularını olduğu kimi aşırırlar. Artıq yad təsirlərin ağışında girov qalan vətəndaşlarımız yoxdur. Buna görə minnətdaram. Çox sağ olun. Allah razı olsun. Buyurun. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət qalbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan qalbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət qalbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət qalbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət qalbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsil basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Halallığına inandığım, etibar etdiyim, özümüzün də xüsusi olaraq İmsakda İnam komandasının sevərək istifadə etdiyi cənnət ət məhsullarına dualarımla təşəkkür edirəm. Verilişimizin digər sponsoru ekran qarşısında əyləşənləri görür. Hacı Seylon çaylarıdır. İmtina edilməyən bir təklifdir. Komanda üzvlərimiz də, dostlarımız da Hacı Seylon çaylarından istifadə edirik. Sizlər də rahatlıqla istifadə edə bilərsiniz. Digər verilişimizin sponsoru xoş günlərimizin xüsusi olaraq Ramazanda iftar süfrələrimizin bəzəyinə çevrilən şah plov düyüləridir. Hər birinə Allahdan halal, bol ruzi təvəqqə edirəm. Bütövlükdə Allah Taala dövlətimizin, xalqımızın ruzisini bol qərar versin. Sualları dərhal qəbul edəkmi? Ya Allah. Buyurun. Axşamınız xeyir. İnam verilişinin aparıcısı və qonaqlar. Allah bütün dualarımızı, qıldığımız namazları, tutduğumuz oruçları qəbul etsin. Bütün Azərbaycanımın, xalqımın Ramazan ayı mübarək olsun. Mənim sualım belədir. Mən namaz qılarkən bəzən Fatihə surəsini deyərkən, namazın sözlərini deyərkən gözlərimi yumuram yorğun olduğum üçün. Bilmək istəyərdim ki, yəni namazı belə qılmaq günah deyil ki. Təşəkkür edirəm. Allah qəbul etsin. Gözəl sözlərinizə görə minnətdaram. İbrahim müəllim. Xeyr, namazda gözləri yummaq namazı batıl eləməz, günah deyil. Doğrudur, bəzi alimlər bunun kərahətli olduğunu deyiblər, amma hər halda heç bir eybi yoxdur.
Minnətdaram. Bizi sosial şəbəkələrdə izləyirlər. YouTube kanalımızda bir izləyicimiz, xanım bacımız yazır ki, mənim həyat yoldaşım oruç tutur, axşama qədər pis sözlər danışır, mənə indiyənə qədər bir xoş söz deməyib, öz də orucu ona görə tutub ki, siqareti tərgidə bilsin. Belə də olur. Buyurun. Peyğəmbər əleyhissalam buyurur ki, yalan danışan, söyüş söyən, qeybət edən, söz gəzdirən insanlar əgər orucdularsa gedib oruclarını açsınlar. Bu onu göstərir ki, oruc təkcə dilimizi, ağzımızı bağlamaqla, yemək içməkdən imtina etməklə deyil, həm də düşüncələrimizi, qulağımızı, gözümüzü, dilimizi, əzalarımızı belə. Bütün əzalarımızı biz oruca tutmalıyıq. Onlar da oruç tutsunlar. Oruc təmizlikdir. Amma əfsuslar olsun ki, bəziləri onun hələ ki mahiyyətini görünür ki, dərk etməyiblər. Təşəkkür edirəm. Gülgəz adlı izləyicimiz YouTube kanalımızda bizə dua edir. Bu sualın cavabını siz yaza bilərdiniz, ancaq söyləyeyim. Gülgəz adlı izləyicimiz yazır ki, oruç tutan adam əgər oruçlu ikən siqaret çəkərsə, orucu batil olurmu? Ən məşhur və çox alimlərin görüşü bundan ibarətdir ki, bəli, oruç tutan adam siqaret çəkərsə, saqqız çiyniyərsə, hər hansı bir qatı tüstünü, tozu boğazına yetirərsə, orucu pozulmuş olur. Görüşlərdə fərq varmı İbrahim abi? Bəzi nadir... Məncə əksəriyyət çoxluq bu fikirdədir. Çoxluq bu fikirdədir. Çoxluq bu fikirdədir. Təşəkkür edirəm. Buyurun. Axşamınız xeyir. İnam verilişində olan bütün qonaqları da hamınızı salamlayıram. Hamınıza səbr arzulayıram. Mənim sualım budur ki, azan oxunanda namaz qılmaq savabdır, yoxsa günahdır? Buna bənzər yüzlərlə xanım redaktor deyir, suallar var. Birini ümumiləşdirir, yenə verir ki, yeni qoşulanlar maariflənsinlər və məlumatlansınlar. Azan verilərkən namaza başlamaq icazəlidir. Çünki azan artıq namazın başlanğıcını, vaxtının girdiyini bildirir. İndi Ramazan ayıdır. Bəziləri sual verirlər ki, əvvəl orucumuzu açaq, sonra namazımızı qılaq, yoxsa əvvəl namaz. Bir görüşə görə, Cəfəri məzhəbinə görə müstəhəbdir, bəyəniləndir ki, azan verilən kimi insan əvvəlcə namazını qılsın, ondan sonra orucunu açsın. Digər görüşdə necə? Digər görüşdə isə oruc açılmalıdır, ondan sonra namaz qılınsa daha üstün hesab edilir. Təşəkkür ederim. Ancaq bunlar hər ikisi hökm deyildir. Xeyr, bəyəniləndir. Bəli, bəyəniləndir. Yəni insan müsəlmanın öz ixtiyarındadır. Hansı ona? Seçim haqqı özünündür. Minnətdaram. Buyurun. Salam Seydim. Axşamınız xeyir olsun, bayramınız da mübarək olsun. Seydim, sizə bir sualım vardı mənim. Mən bu yaxınlarda kəndə getmişdim. Getdim, əmim var orada, böyüklərimiz var, dünyasında işənlər, Allah onlara rəhmət edəsin. Mən onlara Yasin oxutturmaq istədim. Bir-iki nəfər mənə dedi ki, ölüyə Yasin oxutturmaq olmaz. Ölüyə heç bir onun xeyri yoxdur. Bax, bu kimi sözlər dedib, fikirlərimi qarışdırdılar. Bu nə dərəcədə düzgündür? Bir zəhmət olmasa izahını verə bilərsinizmi? Təşəkkür edirəm. Allah bütün vəfat etmiş əzizlərimizin axirətini xeyirli etsin. Allah bütün şəhidlərimizin məkanını cənnət qərarı versin. Buyurun İbrahim müəllim. Bizim hörmətli tamaşaçılarımıza ümumi tövsiyəmiz ondan ibarətdir ki, onlar heç vaxtı inam verilişini qaçırmasınlar. Təşəkkür edirəm. Çünki inam verilişində sözün həqiqi mənasında onlar İslam maarifini əsl mənbədən, əsl qaynaqdan öyrənməkdədirlər. Və bu günləri biz inam verilişində istər həftəlik olsun, istərsə də Ramazan ildə bir dəfə olan, Ramazan ayında olan verilişlərə baxdığımız zaman biz ilk olaraq bu verilişə Qur'an-ı Kərimin oxunuşu ilə başlanır. Və bu Qur'an-ı Kərimin oxunuşu zamanı siz də bəyan edirsiniz ki, qari kimləri, şəhidlərimiz başda olmaqla kimləri niyyət etsinlər. Deməli, bu özü göstərir ki, bəli. Təşəkkür edirəm. Çox təəssüflər olsun ki, sevgili vətənimizdə bir qrup ilahiyyatçı adına iddia edən təkfirçi zehniyyətin daşıyıcıları var ki, onlar sosial şəbəkələrdə çox təəssüflər olsun ki, bəzi televiziya kanalları da bəzən onları çağırırlar və onları məşhurlaşdırırlar. Bu, Azərbaycan dövlətçiliyinə qarşı bir qəsd planıdır.
Bunu edənlər bilsinlər ki, ölkəmizdə milli, mənəvi, dini dəyərlərimizin ən böyük təsbikeşi Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı, Qarabağın xilaskarı, mənəvi dəyərlərlə mənəvən silahlanan İlham Əliyev cənablarıdır. Etməsinlər. Önümüzə baxaq, Suriya, İraka baxaq, Yemənə baxaq, Əfqanistana baxaq. Dövlətləri, dövlətçilikləri sıradan çıxarıldı. Çünki o cür təkfirçi zehniyyətin daşıyıcıları yad təsirlərin girovluğunda aldıqları nələrinsə qarşılıqında xalqın milli, mənəvi, dini dəyərlərini, mədəni irslərini şübhə altına aldılar. Sevgili vətənimizdə bu cür iş aparan adamların zərərsizləşdirilməsi üçün dövlətin aidiyyəti qurumları zəruri tədbirlər görürlər. Bu məsələdə dövlət təhlükəsizliyinin, Azərbaycan polisinin misilsiz xidmətləri var. Amma ideoloji baxımdan mən bugün bu çağırışı etməyi özümə bu əziz gündə vəfa borcu bilirəm ki, bəzi xəbər saytları, bəzi televiziya kanalları o cür təkvirçi zehniyyətin daşıyıcılarına tribuna verməsinlər. Günahdır, hüquqi baxımdan da onlar çox böyük səhvə yol verirlər. Buyurun, xanım redaktor. Namazınız qəbul olsun. Ramazan bayramınızı, Ramazan ayınızı təbrik edirəm. Sizə bir sualım var. Mən təzyiqli adamam, amma orucluq başlayandan orucumu tutmuşam. Dünən çox təzyiqim yüksəldi arada. Mən məcburən xırda bir dərmanı dilaltı qəbul elədim, susuz, heç nəsiz. Bu mənim orucumu poza bilərmi? Zəhmət olmasa mənə cavablandırardınız bu sualı. Təşəkkür edirəm. Xanım redaktor sağ olsun, gözəl suallar qoşur. Bax, o Quranla da bağlı canlı efirə daşıdığı sual çox vacib və Azərbaycanın milli mənafeyi üçün, dini dəyərlər üçün zəruri bir sual idi və o cavaba görə öncədən mən sizə təşəkkür edirəm. Sualı eşitdiniz, buyurun. Bəli, biz bilirik ki, qida borcuna daxil edilən hər şey orucu mütləq şəkildə pozar. İstər az olsun, çox olsun, kiçik olsun, böyük olsun. O cümlədən də həblər, kiçiliyindən, böyüklüyündən asılı olmayaraq, sulu və yaxud da susuz, istər dil vasitəsilə soğurulsun, istərsə də udulsun, fərqi yoxdur, oruc pozulur. Bizim tövsiyəmiz ondan ibarətdir ki, belə hallarda ampulalardan istifadə etsinlər. Yəni bədənə, damara, iynə məhlul yeritmək orucu pozmaz. Təzyiq qalxarkən və yaxud şiddətli hər hansı bir ağrı, dözülməz baş ağrısı kimi və s. o zaman həkimləri ilə məsləhətləşib onların gün ərzində istifadə etdikləri həbin ampula forması varsa ondan istifadə eləsinlər və bu orucu pozmaz. Amma həb pozar orucu. Minnətdaram, layiqli bir cavabdır. Buyurun. Axşamınız xeyir, Seyid. Necəsiz, nə var, nə yox. Bütün mömin bacı qardaşların tutduğu orucları, qıldığı namazların Allah qəbul eləsin inşallah. Seyid, bir məsələ ilə bağlı sizi narahat eləmək istəyirəm. Mənim anam elə bil ki, neçə illərdir namaz qılır, oruç tutur. Yəni, indi səhətinlə bağlı namaz qılır, amma oruç tuta bilmir. Yəni ki, çox narahatdır. Bir dənə onun neynəməsi üçün, yəni ki, rahatlanması üçün də, yəni ki, rahat ola bilmir ki, oruç tutmuram. Yəni, neynəsin, həkim icazə vermir. Yəni, bir onun açıqlama verərdi zəhmət olmasa. Təşəkkür edirəm. Anasının qeydinə qalan oğulları Allah özü mühafizə etsin. Cavabını da özü verdi. Həkim icazə vermir dedi. Buyurun. Bəli, həkim icazə vermirsə, etibarla inanılmış həkim xəstəyə oruç tutmağa icazə vermirsə, xəstə həkimin sözünə etibar etməli və orucdan imtina etməlidir. Lakin hər gün üçün imkanı varsa bir yoxsulu doydursun. Ancaq bir məsələ də var. İndi mənə xanım redaktoru buradan deyir, çox təsirlidir, obrazda ifadə etsəm. Deyir, o bilir, ancaq möhrünü inamın işığında almaq istəyir. Bu, Azərbaycan İlahiyyat Ünsürün müəllimləri. Bayaq mən bir çağırış etdim o sosial şəbəkələrdə, təkvirsiz zehniyyət, onlara şərait yaradanlar. Azərbaycan İlahiyyat Ünsürü var. Azərbaycan İlahiyyat Ünsürünün bax, belə elmlə, ədəblə silahlanmış müəllimlərini ekspert qismində dəvət edin. Elə bu da Azərbaycanda mənəvi mühitə, dini dəyərlərə, Azərbaycan dövlətçiliyinə xidmət. Buyurun. Mən yoldaşım elə bir işdən biraz gec gəlir, çıxır da evə.
İftarı istəyirəm ki, özüm açmaq istəmirəm orucumu tək. İstəyirəm ki, ikimiz də oruc tutduğumuz üçün deyirəm iftarı birlikdə eləyək də, orucu bir yerdə açaq. Onunla bağlı açmalıyam mı, gözləməliyəm? Onu mənə bir dənə də deyərdiniz də, zəhmət olmasa. Fədakar Azərbaycan xanımı. Buyurun. Bəli. İftarın da vaxtını gecikdirmək yaxşı deyil. Yaxşı olar ki, xanım namazını qılsın, hər hansı bir dualarla necə deyərlər, vaxtını yubatsın. Amma yoldaşı çox gec gəlirsə evə, o vaxta qədər gözləmək də bir o dərəcədə xoş görsənmir. İbrahim müəllim, Cabir qardaşım, mən sizlərə təşəkkür edirəm. Müqəddəs Ramazanın 6-cı günündə iftara doğru gəldiniz. Bizimlə Ramazanın fəzilətlərini paylaşdınız. Allah sizlərdən razı olsun. Allah ailəcə hər birinizi sevsin, sevindirsin. Təşəkkür edirəm. Çox sağ olun. Var olasınız. Sonuna qədər bizi izləyən, iftara doğru saatımızda bizə dəyər verən dəyərli izləyicilərimiz, suallarını cavablandıra bilmədiyimiz vəfalı izləyicilərimiz, haqqınızı halal edin. Biz çalışacağıq ki, mərhələli şəkildə hər birinizin suallarınızı cavablandıraq. Biz uzağa getmirik. Space televiziyasında saatlar sonra sübhün erkən çağında imsaka doğru saat 4-də yenidən sizlərlə Ramazanın fəzilətlərini bölüşmək üçün gələcəyik. Allah oruç və namazlarınızı qəbul etsin. Allah dövlətimizi, xalqımızı, ordumuzu, qalib sərkərdəmiz başda olmaqla bütün xalqımızı mühafizə etsin və qorusun. Uca, əziz Rəbbimiz, canımız, can Azərbaycanımızı qorusun.